İslamın aburu gedəndə niyə dillənmir? Əlaqsız dedim ki, bu ruhanilər adları ki ruhanidir. Onlar dırnaq arası ruhanilərdir. Get özünə bir şoförlükdən, bir nə bilim injinerlikdən, həkimlikdən, bir işlə yiyib yatmacla dinin hesabına. Elə bir dinin qeyrəti bunlara qalmayıb. Ancaq dinin pulu qalıb bunlara. Biz möminlərdə də heç olmasa bir daxili aləmində bu ruhiyyə gərək möhkəm olsun. Elə hər çatan ruhaniyə ruhani deməsin. Hər həccə gedib gələnə hacı deməsin. Hacılar var ki, gedirlər həcci ziyarət edirlər ki, nəyə xatir? Ona gəlsinlər hacı desinlər. Onların həcci hamısı batildir. Gedib həcci ziyarət edir, gəlir, tamam. İslamla işi yoxdur. İslamın başına gələn oyunlarla işi yoxdur. Altın doldurub, pulları yığır, gəlib demir ki, İslamın nə dərdi var? Alıb bu 5 manatı, bu 3 manatı Allah yolunda. Bu günlərim dünən, bugün nə qədər insanlar ac, mənə nə qədər müraciət ediblər. Əlim boş. Versin verim. Amma ki, burada bir dənə yetim kimsəsiz ona nəsə bir deyər. Odur ki, lazımdır ki, artıq biz torpağın altına tərəf gedirik. Saraylara yox, torpağın altına hazırlaşın, gedirik. Girəcəyik o torpağın altına, üstümüzü torpaqlayacaqlar. Onlara mən xitab edirəm ki, bir oyansınlar. Dünya sevgisidir bunlar hamısı. Mən də bu sözümü deyirəm. Möminlər biləm ki, incimirlər. Heç narahatçılığım da yoxdur. Mömin olmayanların inciməsi bir 10 dəfə də artıq incisinlər, heç düşüm tərpənməz. Keçsinlər öz qəlblərini düzəltsinlər.